7 yaşında olan uşağı sübh namazına oyatmaq vacibdirmi? Əlbəttə ki. Vacib, yəni demək lazımdır. Peyğəmbər sallallahu əleyhi çünki hədislər gəlib 7 yaşından artıq tərbiyə eləyin namaza. Yəni deyin onu namaz qılsın. O deyin nə deməkdir? Yəni bütün namazlarını deyin qılsın. Öyrədin onu. 7 yaşından biz məktəbə udruzuruq övladlarımızı. Fikirləşmir ya balacadır, dura bilməz, çətindir və s. Udruzuruq. Düzdürmü? Çünki tərbiyədir. Bu da bir tərbiyədir. 7 yaşda bax, düzdür, indi uşaq xəstədirsə məsələn, biz aydındır ki, başa düşmək lazımdır. Hətta 10 yaşında hələ ki vacib deyil ona o namaz. Biz bilirik bunu, şək yoxdur və Peyğəmbər sallallahu əleyhi və səlləm bunu deyəndə onu qeyd eləmək istəyirdi ki, tərbiyələndirin. Ona vacib deyil, lakin indidən tərbiyələndirin. Və ola bilsin ki, məsələn, müəyyən bir hallar olsun, məsələn, uşaq tutaq ki, məsələn, xəstədir. Onu durğulsan, xəstəliyi daha ağır olar və başqa bir hallar, müəyyən, məsələn, hansı bir gün gec gedib yatmağa, dura bilməyəcəyi çətinlik olacaq. Belə hallarda, amma davamlı mən onu durğuzmayım sübhə ki, uşaq da elə, yox, düzgün deyil. Əksinə, indidən onu tərbiyələndir. Allah da yaxşı.